Ateistlərin internetdə ən çox söz elədiyi bir mövzu var. Bəlkə qarşınıza çıxıb. Deyirlər ki, Nuh tufanı, cənnət, cəhənnəm söhbətləri dinlərdən minlərlə il əvvəl qədim xalqların, məsələn, Şumerlərin nağıllarında, daş yazılarında da olub. Deməli, dinlər bunu gələcəyi görüb yox, elə o köhnə nağıllardan kopyalayıb. Biraz məntiqi olan adam bu söhbətə ancaq gülər. Niyə? Gəl sənə sadə bir misal çəkim. Təsəvvür elə ki, bir şəhərdə böyük bir zəlzələ olub. Bu zəlzələni həm dövlət rəsmi sənədə yazıb, həm şairlər şeir qoşub, həm də xalq dildən dilə danışıb əfsanəyə çevirib. İndi 1000 il sonra kimsə gedib o əfsanəni tapır və deyir ki, aha, gördünüz, zəlzələ falan olmayıb. Rəsmi sənədlər sadəcə bu nağıldan kopyalanıb. Nə qədər gülüncdür, elə deyil? Qardaş, əgər Nuh tufanı həqiqətən yaşanıbsa, ilk insanın yaradılışı gerçəkdən olubsa, təbii ki, bütün qədim xalqların da yaddaşında, əfsanələrində bunun izi qalacaq da. Din onsuz da bunu gizlətmir axı. İslam açıq şəkildə deyir ki, tarix boyu bütün xalqlara peyğəmbərlər göndərilib və eyni həqiqətlər onlara da danışılıb. Sadəcə o xalqlar vaxt keçdikcə peyğəmbərlərin dediklərini unudub, bütpərəstliyə qatıb nağıllaşdırıblar. Yəni, köhnə yazılarda tufan hadisəsinin olması dinlərin kimdənsə kopyalandığını sübut eləmir. Tam əksinə, o hadisənin doğrudan da yaşandığını və bəşəriyyətin yaddaşına qazındığını sübut edir. Fərqli mənbələrdə eyni hadisənin olması onun yalan yox, gerçək olduğunu göstərir. Ateistlər dini çöktürmək istəyərkən fərqində olmadan elə dinin öz dediyini təsdiqləyirlər. İnkar eləmək üçün biraz məntiqli bəhanə tapın.